Saatlıq əmək haqqı sisteminə keçidlə bağlı təklif hökumətə təqdim edilib və məsələ hazırda müzakirələr mərhələsindədir. Bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qeyd edib. Yeni yanaşmanın bu ilin sonuna qədər tam şəkildə tətbiq olunacağı isə hələlik sual altındadır. Maraqlıdır, saatlıq əmək haqqı sisteminə keçid bu ilin sonuna qədər tam şəkildə mümkündürmü? Mövzu ilə bağlı konkret açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, saatlıq ödəniş sisteminə keçid kifayət qədər çətin və mərhələli prosesdir. Onun sözlərinə görə, hazırki qanunvericilikdə minimum əmək haqqı anlayışı aylıq əmək haqqı üzərində qurulub və saatlıq sistemə keçid üçün bir sıra əsas anlayışların dəyişdirilməsinə ehtiyac var. Bu keçid üçün tək bir qanun kifayət etmir. Bir neçə qanuna paket şəklində əlavə və dəyişikliklər olunmalıdır. Əmək haqqı və əmək müqaviləsi anlayışları yenidən formalaşdırılmalıdır. İqtisadçı qeyd edib ki, saatlıq əmək haqqı sisteminin əsas prinsipləri hələ açıqlanmayıb. Bir saatlıq minimum əmək haqqının nə qədər olacağı bəlli deyil. Hazırda aylıq minimum əmək haqqı 400 manatdır. Bu məbləği iş saatlarına necə böləcəklər, yoxsa tamamilə fərqli mexanizm tətbiq ediləcək? Bu suallar açıq qalır. Natiq Cəfərli vurğulayıb ki, bütün bu qeyri-müəyyənliklər fonunda saatlıq əmək haqqı sisteminin qısa müddətdə, xüsusilə də bu ilin sonuna qədər tam tətbiq ediləcəyini real hesab etmir. Qeyd edək ki, saatlıq əmək haqqı sisteminə keçid beynəlxalq təcrübədə çevik məşğulluq modelinin bir hissəsi kimi qiymətləndirilsə də, Azərbaycanda bunun tətbiqi üçün hüquqi və institusional dəyişikliklər tələb edilir.